Salam dəyərli 8-ci siniflər. Bugünkü sınağın həllərinə baxaq. 76-cı sualda avtomobil ilk 2 saatda 120 kilometr, sonraki 2 saatda isə 200 kilometr yol getmişdir. Bütün yolda avtomobilin orta sürətini hesablayın. Deyə bilirik ki, orta sürət ümumi yolun ümumi zamana nisbətidir. Ümumi yol deyəndə baxırıq ki, yolumuz 2 hissədən ibarətdir. 120 və 200 kilometr, yəni S1 plus S2. Ümumi zamanda həmin yollara uyğun zamanların cəmidir. Baxırıq ki, 120 plus 200. 120 kilometr 2 saata, 200 kilometr isə yenə 2 saata getmişdir. Bizdə 320 kilometri bölürük 4 saata. 324'e bölsək eləyəcək 80 kilometr böl saat. Baxırıq ki, uyğun variant D bəndində görünür. 77-ci sualda sükunət vəziyyətindən düz xətli bərabər təcillə hərəkətə başlayan cismin təcili hansı failə təyin olunur? Bilirik ki, təcil sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zamana olan nisbətinə bərabər olan kəmiyyətdir. Məsələnin özündə dediyi kimi başlanğıc sürət 0-dır. Demək ki, yerdə qalır. A bərabərdir V bölünsün T. Yəni E bəndi. 78-ci sualda düz xətli bərabər yeyinləşən hərəkət edən cismin sürətinin zamandan asılılıq qrafiki hansıdır? Hərəkət bərabər yeyinləşəndirsə, demək ki, qrafik zaman oxundan uzaqlaşmalı, yəni sürəti artmalıdır. Baxırıq ki, A bəndində tərs mütənasib bu ola bilmir. B bəndində 0-dan başlayaraq sürətin qiyməti müsbətə doğru artır. C bəndində xətti azalandır, yəni müəyyən qiymətdən 0-a doğru qiymətləri azalır, bu da ola bilmir. D bəndində ümumiyyətlə sürət yoxdur, 0-dır. E bəndi sabit sürətlidir. Yəni uyğun variant bərabər yeyinləşən hərəkətə uyğun B bəndi olur. Bilirik ki, bunun düsturu da V0 plus AT-dən V0 olmazsa AT-dir. Doğru variant B. 79-cu sualda hansı fiziki kəmiyyətin vahidi BC-də əsas vahiddir? Dəyərli şagirdlər, bilirik ki, BC-də 7 əsas vahid var. Kiloqram, metr, saniyə, mol, kelvin, amper, kandela. Baxırıq ki, yolun vahidi metr əsasdır. Zamanın vahidi saniyə əsasdır. Qüvvənin vahidi Newton əsas deyil. Kütlənin vahidi kiloqram əsasdır. Sürətin vahidi metr böl saniyə. Biz də buradan 1, 3, 4-ü seçsək, doğru cavab olur C bəndi. 80-ci sualda kütləsi 200 qram olan top, kütləsi 5 kiloqram dirəyə zərbə anında 80 Newton qüvvə ilə təsir edərsə, dirək topa hansı qüvvə ilə təsir edir? Burada biz Newtonun 3-cü qanununa əsasən deyə bilirik ki, təsir əks təsirə bərabərdir. Yəni, qüvvələr qiymətcə bərabər, istiqamətcə əks olmalıdır. Top dirəyə 80 Newton qüvvə ilə təsir edirsə, dirək də topa həmin qüvvə ilə əks təsir göstərməlidir. Yəni, 80 Newton. 81-ci sualda cismə tətbiq olunmuş modulları 30 və 50 Newton olan qüvvələrin bu cismə verə biləcəyi ən kiçik A1 və ən böyük A2 təcillərinin nisbətini tapın. O zaman təcil ən kiçik olur ki, bilirik ki, A bərabərdir F əvəzləyici böl M. Təcil əvəzləyici qüvvədən düz mütənasib asılıdır. Təcilin ən kiçik olması üçün əvəzləyici qüvvəsi ən kiçik olmalıdır. Yəni A1 bərabərdir. Əvəzləyici qüvvələrin ən kiçik olması üçün qüvvələr əks yönəlməlidir. Böyük qüvvə çıxılsın kiçik qüvvə. Yəni 20 böl M. A1 təcildir, ən kiçikdir. Təcil, bayaq dediyimiz kimi, ən böyük olması üçün, demək bunun əvəzləyici qüvvəsi də ən böyük olmalıdır. Yəni, qüvvələr toplanmalıdır. Bu zaman deyəcəyik ki, 50 plus 30 böl M. Yəni, 80 böl M. Məsələ də bizdən soruşur ki, A2 böl A1 nisbətini tapın. Biz də deyərik ki, A2-nin A1-ə nisbəti. A2-nin yerinə 80 böl M. A1-in yerinə isə
20 böl m yaza bilərik. Buradan m'lər ixtisar gedir. Sıfırlar getdi. 8-i 2-yə böldük 4. Demək ki, A2-nin A1-ə nisbəti 4 edər. 82-ci sualda F3 qüvvəsinin hansı qiymətində cisim düzxətli bərabər sürətli hərəkət edər? Baxırıq ki, cismin düzxətli bərabər sürətli hərəkət etməsi üçün Newtonun birinci qanuna görə əvəzləyici qüvvəsi 0 olmalıdır. Yəni, cismi şəkilə görə desək, sağa çəkən qüvvələrin cəmi sola çəkən qüvvələrə bərabər olmalıdır. Baxırıq ki, solda 50 Newton, sağda 30 Newton, F3-ün isə qiymətini bilmirik. Əvəzləyicinin 0 olması üçün 50, sola çəkən qüvvə, sağdakı F3 ilə F2-nin cəminə bərabər olmalıdır. Buradan deyə bilərik ki, F3 20 Newtondur. Yəni, B bəndi. 83-cü sualda cismin təcilinin ona təsir edən əvəzləyici qüvvənin qiymətindən asılılıq qrafiki verilmişdir. Cismin kütləsini hesablayın. Bilirik ki, Newtonun ikinci qanununa görə M-i tapsaq, əvəzləyici böl A. Biz burada əvəzləyicinin 30, təcilin 6 olduğunu görürük. Nisbət elədi 5 kiloqram. Yəni B bəndi. 84-cü sualda kütlələri 200 qram və 500 qram olan iki cisim qarşılıqlı təsir zamanı ikinci cismin aldığı təcil 4 metr saniyə kvadrat olarsa, birinci cismin təcilini hesablayın. A1 məsələ bizdən soruşur. Buradakı qarşılıqlı təsir zamanı deyirsə, demək ki, Newtonun yenə 3-cü qanunu. Newtonun 3-cü qanununa görə F1 F2-yə qiymətcə bərabər. Buradan sadəcə ədədi qiymətlərini yazmaq istəsək, M1 A1 bərabərdir, M2 A2 yaza bilərik. M1-in yerində 200 qram, A1-i bilmirik, hər ikisi qram olduğu üçün çevirmə etmədik. M2-nin yerində 500 qram, A2-yə verib 4 metr saniyə kvadrat təcil. Biz də buradan qramları ixtisar edə bilirik, sıfırları ixtisar edə bilirik. 2, burada da qaldı 2. Demək ki, A1 nəyə bərabər oldu? A1 bərabər oldu 2 vur 5. Yəni 10 metr böl saniyə kvadratı. 85-ci sualda tarazlıqda olan dinamometrin göstəricisine əsasən cismə təsir edən ağırlıq qüvvəsinin qiymətini və xətasını müəyyən edin. Baxırıq ki, buradakı M kütləli cisim dinamometrdən açılıb və aşağı mj ağırlıq qüvvəsi yönəlir. Demək ki, dinamometrin göstərişi gördüyümüz kimi 8-dir. Bu 8-i biz C və D bəndlərində görürük. Eyni zamanda burada cihazın xətası var. Xətanı tapmaq üçün biz bir bölgünün qiymətini müəyyən etməliyik. Baxırıq ki, 0 ilə 2 arasında bir dənə boşluq var. Demək ki, bura 1-dir. 2 ilə 4-ün arasında 2 bölgü var. Demək ki, bura 3-dür. Demək, bir bölgünün qiymətinin 1 olduğunu, yəni 1 Newton olduğunu müəyyən elədik. Xəta isə bir bölgünün qiymətinin yarısıdır. Yəni 1 böl 2. Xətanın da 0,5 olduğunu tapdıq. Uyğun cavabımız C bəndinə uyğundur. 86-cı sualda dövrətmə periodu 12 saniyə olan cisim çevrə üzrə bərabər sürətlə hərəkət edir. L nöqtəsini keçdikdən sonra ilk 6 saniyə ərzində cismin yer dəyişməsinin modunu hesablayın, bölgülər eynidir. Baxırıq ki, hər bölgünün 5 metr olduğunu məsələ qeyd edib. Dəyərli şagirdlər, periodu demək idi ki, cisim şəkildən gördüyümüz kimi sadə əqrəbi istiqamətində fırlanır. L nöqtəsindən çıxıb fırlanıb çevrə üzərində gəldi, L nöqtəsinə çatanda bir period zaman keçdi. Məsələnin deməyinə görə bu period 12 saniyədir. Amma məsələnin verdiyi zaman isə deyir ki, 6 saniyədə cisim hansı nöqtədə olar? Baxırıq ki, periodu, yəni tam çevrəni 12 saniyə dönürsə, 6 saniyə onun yarısını dönər. Yəni L-dən tutaq ki, K nöqtəsinə qədər gəldi. Bizdən soruşur ki, 6 saniyə ərzində yer dəyişmə. Yer dəyişmə bilir ki, trayektoriyanın başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş parçadır. Biz də L-lə başlanğıcla K-nı, yəni sonu birləşdirdik. Baxırıq ki, burada 1, 2, 3, 4, 5, 6 bölgü var. Yəni 2 radius var. Bu LK məsafəsinə biz yer dəyişmə deyirik. Bu 6 bölgü, yəni vur 5,
və eyni zamanda biz buna 2 radius da deyə bilərik. 6 bölgü var. Hər bölgü 5 metrdir. Bu da olacaq nə qədər? 30 metr. Dəyərli şagirdlər, biz şəklin üzərindəki bölgülərin 5 metr olduğuna əsasən cavabı 30 metr tapdıq. Amma baxırıq ki, cavablarda hamısını santimetr. Əgər santimetrə çevirsəydik, təbii ki, bu cavablar uyğun gəlmir. Hər halda cavabla şəkil arasında bir yüngül də olsa texniki xəta var. Ona görə cavabımız şəkilə görə 30 metrdir. 87-ci sualda dövrətmə periodunun sabit qiymətindən radiusu 2 dəfə azaltdıqda çevrə üzrə hərəkət edən cismin sürəti necə dəyişər? Bilirik ki, periodun sabit qiyməti verib, radiusu 2 dəfə azaldıb və xətti sürəti bizdən soruşur. Bu üçünün əlaqəli düsturu V bərabərdir 2 pi r bölünsün t. Bilirik ki, buradakı 2 pi sabit, period da məsələn deməyinə görə sabit, VR-dən, yəni radiusdan düz mütənasib asılıdır. Əgər məsələ radiusu 2 dəfə azaldırsa, düz mütənasibdir, xətti sürətdə 2 dəfə azalmalıdır. A bəndi olar. 88-ci sualda bizdən soruşur ki, cisim verilmiş radiuslu çevrə üzrə saat əqrəbinin hərəkəti istiqamətində hərəkət edir. K nöqtəsini keçən anda bu cismin sürət vektorunun istiqamətini müəyyən edin. Bilirik ki, təkərdən çıxan palçıq istiqamətinə uyğun olaraq sürət həmişə çevrə üzrə hərəkətdə çevrəyə toxunan istiqamətdə yönəlir. Yəni, saat əqrəbi istiqamətində cisim döndüyünə görə K nöqtəsindəki sürəti çevrəyə toxunan, yəni şaquli yuxarı A bəndinə uyğun gələr. 89-cu sualda açar sözlərdən müəyyən ardıcıllıqla istifadə edərək mətni tamamlayın. Deyir ki, cismin çevrə üzrə bir nöqtədən hərəkətə başlayıb yenidən həmin nöqtəyə gəlməsi bir tam dövr adlanır. Yəni, bir dövr elədi. Bura uyğun gələr 3. Bərabər zaman aralıqlarının təkrarlanan hərəkət olar periodik hərəkət. Təkrarlanırsa periodikdir. 4. Cismin çevrə üzrə bir tam dövrünə sərf etdiyi zaman, əgər dövrlər sayı 1-ə bərabərdirsə, biz də bilirik ki, t bərabər t böl n düsturundan dövrlər sayına 1 verəndə zaman perioda bərabərdir. Demək ki, cismin çevrə üzrə bir tam dövrünə sərf etdiyi zaman adlanır dövrətmə periodu 2. Vahid zamandakı dövrlərin sayı yenə tezliyin düsturunu buradan yazsaq, böyük M böl T. Burada dövrlər zamanı 1 versək, dövrlərin sayına bərabər olan kəmiyyət adlanır tezlik. Bu da olar 1. Baxırıq ki, 3, 4, 2, 1. Uyğun cavab C bəndində görünür. 90-cı sualda ağırlıq qüvvəsi və cismin çəkisi üçün Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Bilirik ki, ağırlıq qüvvəsi F bərabər mg'dir, vahidi 1 newtondur. Çəki vektorial kəmiyyətdir. Yerin cazibəsi nəticəsində dayağa və askıya göstərdiyi təsirdir. Çəkinin də vahidi 1 newtondur. Birinci mülahizədə deyir ki, BC-də vahidi newton. Bu bildiyimiz kimi hər ikisinə uyğundur. Vektorial fizik kəmiyyətdir. Hər ikisi vektorialdır. Hər ikisinə uyğun. Yer və ya digər göy cisimlər tərəfindən cismə təsir edən cazibə qüvvəsidir. Cazibə qüvvəsi və cismə təsiri isə bu ağırlığa uyğun 3. Ağırlıq qüvvəsinin təsiri ilə cismin dayağa və askıya göstərdiyi, tətbiq etdiyi qüvvədir. Bu da çəkiyə uyğundur. Buradakı 1, 3, 2 ardıcıllığını aşağıda 1, 2, 3 kimi yazsaq, cavab olacaq 3, 4, 12. 3, 4, 12-ni də biz E bəndində görürük.